Ətrimi gül aldı, çiçək yapardı. Üzümün rəngini bir rəng yapardı. Çağırdım, səsimi külə yapardı. Əsən yellərə mi tapşırdın məni? Xalq şairi Nəriman Həsənzadə Azərbaycan poeziyasının canlı yaddaşıdır. O şeirləri ilə həm duyğulara, həm də düşüncələrə yol tapmağı bacaran şairlərdəndir. Elə buna görə də sevənləri çoxdur. Şair bu dəfə Kitabçılar qrupunun şeir sevənlərini bu sevginin işığına topladı. Ömrünü sözə, poeziyaya və milli ruhun qorunmasına həsr edən qocaman şairlə keçirilən görüşdə ədiblər onun yaradıcılıq yolundan danışdı. Poeziyasından nümunələr səsləndirdi. 2 ildir fəaliyyət göstəririk. Belə görüşlərimiz çox tez-tez baş tutur və ayrıca Kitabçılar qrupu ilə biz ayda 1 dəfə, 2 dəfə görüşürük. O şəkildə müxtəlif kitablar ortaya qoyaraq onları müzakirə edirik. Eyni zamanda ayda 1 dəfə və ya 2 dəfə yazıçılar dəvət edirik. Böyük bir gün oldu. Nəriman Həsənzadə məşhur xalq şairi bizim qonağımız oldu. Hər birimiz çox həyəcanlıyıq və bu həyəcanı sözlə ifadə etmək mümkün deyil. Həssaslıqla gözləyirdi bu günü. Uzun müddətdir gözləyirdi. Bu şərəfə nail olduq. Nəriman müəllimin misralarını öz ağzından eşitmək, dinləmək, canlı bir əfsanə ilə yaxından tanış olmaq bizim üçün qürur hissidir. Tədbirdə çıxış edənlər Nəriman Həsənzadənin Azərbaycan poeziyasında tutduğu mövqedən, nəsillər arasında körpü salan ədəbi missiyasından bəhs etdilər. Bəs görəsən ustad şairin özü poeziyamızın bugünkü vəziyyəti haqqında nə düşünür? Mən işi salacaq indi. Yox, sevdiyiniz, sevmədiyiniz hansı məqamlar var? Bizim çox gözəl şairlərimiz var. Gözəl gənc yazıçılarımız var, şairlərimiz var. Mən əlbəttə kökü kəsilmiş davam edir və gələcəyimiz var. Mən buna şadan bir gələcəyimiz var. Bu görüş yaddaşlarda dərin iz buraxdı. Nəriman Həsənzadə bir daha sübut etdi ki, poeziya zamanın fövqündə dayanan bir gücdür. Sözlə yaşayan, sözlə yaşadan şair hələ çox qəlblərə yol tapacaq.